Salam əziz həmkarlar. Biz bugün öyrənirik dərin bilik səviyyələri nəzəriyyəsi, Norman nəzəriyyəsi. Dərin bilik səviyyələri nəzəriyyəsi diqqəti yalnız şagirdlərin nə etdiyinə və ya hansı işi yerinə yetirmək üçün nə qədər dərindən düşünməli olduqlarına yönəldir. Başqa sözlə, dərin bilik səviyyələri eyni tip tapşırıqların belə müxtəlif idrak baxımından dərinliklərə malik ola biləcəyini göstərir və müəllimə həmin dərinliyi nəzərə almağı xatırladır. Dərin bilik səviyyələri şagirdin nə qədər bildiyi yox, necə və nə qədər dərin düşündüyünü göstərir və dərin bilik səviyyəsinin 4 yerə bölünür. Hansılardır? Birinci mərhələ xatırlama, yəni xatırla, tanı, təkrar et. İkinci mərhələ bacarıqlar və anlayışlar, yəni anla, izah et, müqayisə et. Üçüncü mərhələ strateji düşünmə, yəni analiz et, plan qur, əsaslandır, qərar ver. Dördüncü mərhələ də genişləndirilmiş düşünmə. Yəni, yarat, birləşdir, qiymətləndir, yeni nəticələrə gəl. İndi gəlin görək birinci mərhələ nədir? Baxın, burada da bu nəzəriyyə niyə vacibdir? Bu nəzəriyyə onun üçün vacibdir ki, tapşırıqları daha məqsədli planlaşdırmağa kömək edir. Şagirdin düşünmə bacarıqlarını mərhələli inkişaf elətdirir. Öyrənməni əzbərdən uzaqlaşdırır, daha dərin anlamanı təmin edir. Formativ qiymətləndirmə fərdləşmiş tədrisə uyğun gəlir. Məqsəd yalnız bilik yox, düşünməyi öyrətməkdir. Ümumilikcə, gəlin bir-bir mərhələlərə baxaq. Birinci mərhələsi, yəni birinci səviyyəsi xatırlamadır. Birinci səviyyədə əsas məqsəd şagirdin yaddaşdan məlumatı geri çağırmasıdır. Şagird faktları, terminləri xatırlayır, yenidən ifadə edir. Burada idrak fəaliyyəti nisbətən aşağı səviyyədədir. Şagird məlumatı yenidən istehsal edir, lakin onu hələ dərin şəkildə işləyib dəyişdirmir. Məsələn, terminlərin, anlayışların, təriflərin əzbərdən deyilməsi, kim, nə, harada, nə vaxt tipli sadə suallara cavab vermək, cədvəldən, sxemdən, qısa mətn parçasından birbaşa məlumatı tapmaq və köçürmək. Bu tip tapşırıqlar öyrənmənin bazasını təşkil edir, lakin yalnız bu səviyyədə qalmaq şagirdin düşünmə dərinliyini məhdudlaşdırır. Deməli, birinci səviyyə olduğu xatırlama. Ən sadə səviyyə şagird faktları xatırlayır, məlumatı olduğu kimi təqdim edir. Nə, kim, harada suallarına cavab verir. Terminin tərifin deyir, terminləri deyir. Cədvəldən məlumat tapır, hazır formul ilə hesablama aparır. Açar sözləri tanı, xatırla, təkrar et, de. İkinci səviyyə birinci səviyyədən biraz daha dərinləşir. Burada bacarıqlar və anlayışlar aiddir. Yəni, ikinci səviyyədə şagird artıq sadəcə məlumatı xatırlamır, həm də öyrəndikləri bacarıq və anlayışlardan istifadə edir. Bu mərhələdə müəyyən dərəcədə idraki emal tələb olunur. Şagird məlumatı sadəcə təkrar etmir, onu təşkil edir, müqayisə edir, qruplaşdırır, aralarındakı əlaqəni göstərir. Yəni, burada əsas məqsəd bilikləri sadə, lakin şuurlu şəkildə işlətməkdir. Şagird anlayır, izah edir, müqayisə edir, öyrəndiyi bacarıqlardan istifadə edir. Misal, iki personajı, iki hadisəni və iki anlayışı müqayisə etmək, qısa mətnin, qrafikin, cədvəlin əsas ideyasını müəyyənləşdirib izah etmək, məsələn, qrafika baxaraq bu məlumat bizə nə deyir sualına cavab vermək. Rutin riyazi məsələləri həll etmək, şagird qaydanı bilir, lakin onu bir neçə addıma ardıcıl və düzgün şəkildə yerinə yetirməlidir. Niyə, necə tipli suallara birbaşa verilmiş məlumatı şərh edərək cavab vermək.
Yəni iki anlayışları müqayisə elədi, qrafiki izah etdi, niyə sualına cavab verdi, rutin məsələləri həll etdi. Açar söz izah et, müqayisə et, təsvir et, tətbiq et. İkinci səviyyədə tapşırıqlar idrak baxımından birinci səviyyədən daha da tələbkardır. Şagird artıq burada faktları xatırlamır, həm də onları sadə şəkildə işləyir və əlaqələndirir. Belə düşünmə yükü hələ strateji düşünmə deyil, sadəcə strateji düşünməyə getmək üçün bir pillədir. Deməli, birinci səviyyə idrak mərhələsinin xatırlama mərhələsinə uyğun gəlir. İkinci səviyyə də anlama mərhələsinə, tətbiq mərhələsinə uyğun gəlir. Üçüncü səviyyə strateji düşünmə. Şagird artıq burada analiz edir, məlumatları birləşdirir, plan qurur, qərar verir və nəticəni əsaslandırır. Üçüncü səviyyədə şagird artıq öyrəndiyi məlumatı sadəcə tətbiq etmir. Həm də strateji şəkildə düşünərək onu yeni situasiyalara uyğunlaşdırır. Bu mərhələdə şagird hansı üsulun daha uyğun olduğunu müəyyənləşdirir, məlumatı təhlil edir, fərziyyələr irəli sürür, qərar verir, nəticəsini əsaslandırır. Yəni burada düşünmə prosesi daha məqsədli, şüurlu və məntiqi ardıcıllığa əsaslanır. Bu səviyyə aid olan fəaliyyətlərə aid olan misallara baxaq. Fərqli mənbələr, mətin, qrafik, cədvəl, statistika təhlil edərək arqument formalaşdırmaq. Bu bacarıq o deməkdir ki, şagird təkcə bir mənbəyə yox, bir neçə fərqli növ məlumata, mətindir, qrafikdir, cədvəldir, statistikadır, sxemdir, bunlara baxır və onların hamısından birlikdə istifadə edərək əsaslı fikir, arqument qurur. Öyrənilən mövzu əsasında araşdırma sualı qurmaq, ona cavab tapmaq üçün plan hazırlamaq, müxtəlif fənləri, anlayışları birləşdirən layihə, təqdimat, geniş yazı işi, esse, tədqiqat işi yaratmaq, tanış qayda və prinsipləri əvvəlcədən verilməmiş yeni bir situasiya tətbiq etmək, bu seçimin niyə uyğun olduğunu əsaslandırmaq, sadə dillə desək, yeni problemi həll etmək üçün mövcud bilikləri tətbiq etmək və tətbiq etdiyi strategiyanın məqsədə uyğunluğunu sübut etmək. Bu mərhələdə şagird seçim edir, müqayisə aparır, arqumentləri qurur, biliyini fərqli formada istifadə edir. Tapşırıqlar bəzən zahirən sadə görünə bilər, lakin düşünmə yükü əvvəlki səviyyədən xeyli yüksəkdir. Çünki şagird həm məzmunu, həm prosesi, həm də nəticəni idarə edir. Yəni, üçüncü səviyyə strateji düşünmə, şagird analiz etdi, məlumatları birləşdirdi, plan qurdu, qərar verdi, nəticəni əsaslandırdı. Müxtəlif mənbələri təhlil edib arqument qurmaq, yeni situasiyada bilik tətbiq etmək, layihə, təqdimat və esse yazmaq, araşdırma sualı qurub plan hazırlamaq. Burada açar söz analiz et, əsaslandır, planlaşdır, seç, tətbiq et. Dördüncü səviyyə artıq genişləndirilmiş düşünmədir. Yəni burada ən yüksək idrak səviyyəsidir. Bu mərhələdə şagird təkcə biliyi, qayda və anlayışları tətbiq etmir, strateji şəkildə istifadə etmir. O zamanla topladığı bilik və bacarıqları birləşdirərək çox mərhələli, tənqidi və yaradıcı düşünmə prosesini idarə edir. Şagird bilikləri birləşdirir, yaradıcı və tənqidi düşünərək yeni məhsul yaradır. Burada məsələn, baxın, tədqiqat işi hazırlamaq, fənlər arası layihə yaratmaq, yəni inteqrasiya, problemin həlli üçün model qurmaq, nəticəni analiz edib təkmilləşdirmək. Yəni, genişləndirilmiş düşünmədə genişləndirilmiş ifadəsi həm zaman ölçüsünü, bilik və tapşırığın bir neçə dərs mövzu və ya layihə boyu inkişaf etməsini, çox addımlı planlaşdırma, sintez, qiymətləndirmə proseslərini əhatə edir. Açar sözü yarat, birləşdir, qiymətləndir, yenidən işlət. Məsələn, burada tapşırıq var. Baxın, fotosintezin tərifini de.
Bu olur birinci səviyyə xatırlama. Fotosintez prosesinin mərhələlərini ardıcıllıqla izah et. Bu ikinci səviyyədir, bacarıqlar və anlayışlar. İşıq miqdarının fotosintezə təsirini analiz et və nəticəni əsaslandır. Bu olur üçüncü səviyyə. Analiz et, əsaslandır, strateji düşünmə. Dördüncü səviyyə genişləndirilmiş düşünmədə də yaradır və inkişaf edir. Şəhərdə yaşıllıqların artırılması üçün layihə planı hazırla və gözlənilən nəticəni dəyərləndir. Yəni, burada birinci səviyyə xatırlamaqdır, ikinci səviyyə anlamaqdır, üçüncü səviyyə əsaslandırmaqdır, dördüncü səviyyə yenilik yaratmaqdır. Gəlin indi buradakı biz tapşırıqlarımıza baxaq. Burada bizim sınağımız var. Deyir ki, dərin düşünmə səviyyəsi modelinə görə strateji düşünmə səviyyəsinə aid olan tapşırığı müəyyən et. Strateji düşünmə üçüncü mərhələyə aiddir. Yəni, biz üçüncü mərhələni tapmalıyıq. Deməli, verilmiş tarixi hadisələrini xronoloji ardıcıllıqla düzün. Xatırlayıb düzəltsən, bu olur birinci səviyyə. Füzulinin hansı əsərində saray daxili çəkişmələri öz əksini tapmışdı? Yadına salıb xatırlayıb deyəsən, birinci səviyyə. Xocalı soyqırımını dünyaya tanıtmaq üçün layihə təklif edin. Bu layihə hazırlamaq ən dərin düşünmədir. Dördüncü səviyyə genişləndirilmiş. Verilmiş tarixi hadisələr arasında ən təsirli qərarı seçin və səbəbini əsaslandırın. Təhlil mərhələsi. Əsaslandırmaqda strateji düşünmə üçüncü səviyyə uyğundur. Qrafikə əsasən bu ərazidə hansı kənd təsərrüfat məhsulunun yetişdirilməsinin uyğun olduğunu müəyyənləşdirin. Bu da anlama mərhələsi ikinci səviyyədir. Deməli, oldu burada D variantı. Strateji düşünmə səviyyəsinə aid olmayan tapşırığı, yəni üçüncü səviyyəyə aid olmayan tapşırığı tapmalıyıq. Verilmiş şəraitdə ən səmərəli kənd təsərrüfatı strategiyasını seçin və qərarınızı əsaslandırın. Əsaslandırın üçüncü səviyyənin açar sözüdür. Müəyyən region üzrə optimal enerjini müəyyən edin və seçiminizi iqtisadi və ekoloji əsaslarını izah edin. Optimal enerji tapasınız. Təhlil mərhələsi, bu da üçüncü səviyyədir. Verilmiş məsələ üçün effektiv üsul seç. Niyə daha üstün olduğunu izah et. Bu da strateji düşünmədir. Üçüncü səviyyə. Mətnə uyğun olaraq mürəkkəb cümlələri tapın və növünü müəyyən edin. Mətnə baxırsan, mürəkkəb cümlələri tapıb növünü müəyyən edirsən. Bu bacarıq və anlayış ikinci səviyyə aiddir. Deməli, D variantı uyğun deyil. Qrup işinin təşkili üçün plan hazırlayın. Müxtəlif üsulları müqayisə edib ən uyğun təhlil mərhələsi, bu da üçüncü səviyyəyə aiddir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Doğrudan yanlış, yanlışdan mən doğrunu tapmalıyam. Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsinin təşəbbüsçüsü kim olmuşdur? Yadına salıb xatırlayıb deyəsən, elə bu yanlışdır. Birinci səviyyədir bu, ikinci səviyyə yox. Xəritədə göstərilən simvolların istifadə edərək gediləcək yolu müəyyən edin. Bu ikinci səviyyə, bacarıq və anlayışa aiddir. Strateji düşünməyə yox. Elə cavabın 1-dən 2-dir. Problemin həlli üçün alternativ, yeni yollar düşünün. Bu strateji yox. Dördüncü səviyyə, yenilik varsa, yaradıcılıq varsa genişləndirilmiş düşünmədir. Mətni oxuyun, əsas fikri müəyyən edin və öz sözlərinizlə ifadə edin. Bu ikinci səviyyədir. Bacarıqlar və anlayışlar. Deməli, məndə yalnız doğrumdan 1-dən 2 oldu səhv, 3-dən 4-üm elə səhv variantdır. İnsanın uzun müddət fiziki hərəkətsiz qalması nəticəsində ürək-damar sistemində dəyişikliklər, əzələ zəifləməsi və enerji səviyyəsinin azalması müşahidə olunur. Bu dəyişiklikləri həyat tərzi ilə əlaqələndirin və orqanizmdə baş verən fizioloji prosesləri izah edərək əsaslandırın. Biz üçüncü səviyyəyə aid olanı tapmalıyıq, əsaslandırın. Verilmiş terminləri yadda saxlayaraq olduğu kimi təkrar et birinci səviyyədir. Məlumatı sadə şəkildə izah etməyi və qruplaşdırmağı tələb edir ikinci səviyyə. Verilmiş vəziyyəti təhlil etməyi
səbəb-nəticə əlaqə qurmağı, əsaslandırmağı tələb edir 3-cü səviyyə. Müxtəlif mənbələrdən məlumat toplayaraq ümumiləşdirmə aparmağı tələb edir 2-ci səviyyə. Sağlam həyat tərzi üzrə yeni fəaliyyət planı hazırlayır 4-cü səviyyə. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsinin genişləndirilmiş düşünmə səviyyəsinə aiddir, yəni 4-cü səviyyə. Verilmiş cümlələrdə sifətləri seçin, onların dərəcəsini müəyyən edin, bu xatırlayır 1-cidir. Mətndə verilmiş məlumata əsaslanaraq müəllifin əsas fikrini müəyyən edin, onu 2-3 cümlə ifadə edin, bu 3-cüdür. Verilmiş tarixi faktlara əsaslanaraq 3-cüdür. Verilmiş mövzunu əsaslandırın 3-cüdür. Amma verilmiş məlumatdan istifadə edərək yeni yaradıcılıq varsa, bu 4-cü səviyyəyə aiddir. Tapşırıqlardan hansı dərin bilik səviyyələri nəzəriyyəsinə görə bilik və bacarıqlar, yəni 2-ci səviyyə. Simvollardan istifadə edərək uyğun obyektləri tapın və adlandırın, elə A variantı 2-ci səviyyədir. Tətbiq mərhələsi, o da 2-ci səviyyə uyğundur. Problemin 2 fərqli yolunu təqdim edin, hansının daha effektiv olduğunu əsaslandırın, 3-cü səviyyə. Verilmiş terminləri uyğun təriflərlə əlaqələndirin, 1-ci səviyyə xatırlamadır. Problemi həll etmək üçün plan qurun, ən uyğununu seçin, 3-cü səviyyə. Əsərdə qaldırılan problemi müasir dövrdə əsaslandırın, əlaqələndirin və öz yanaşmanızı təqdim edin, bu da 4-cü səviyyədir. Deməli oldu A variantı. Tapşırıqlardan hansı dərin bilik səviyyə nəzəriyyəsinə görə strateji düşünmə, yəni 4-cü səviyyə nəzəriyyəsinə aiddir? Verilmiş funksiyanın düsturunu oxuyun, bu 1-ci səviyyədə xatırlama. Verilmiş qrafik əsasən 2-ci səviyyədir, bil və bacarıq. Verilmiş real həyati fərziyyə üzrə 2 fərqli riyazi yanaşma qurun və onları müqayisə edin, ən uyğununu təhlil mərhələsi, bu da 3-cü səviyyə uyğundur. Verilmiş funksiyada x-in qiymətini yerinə qoyaraq nəticəni cədvəldə göstərin, 2-ci səviyyə. Verilmiş tənlikdə x bərabər 3 olduqda funksiyanın qiymətini hesablayın, 2-ci səviyyə. Strateji düşünmə, genişləndirilmiş düşünmə, bir də xatırlama. Gəlin bir-bir baxaq. Verilmiş 1-ci və 2-ci Qarabağ müharibələri haqqında müxtəlif mənbələrə əsaslandırma varsa, deməli bu strateji düşünmədir, 1-ə A. Müxtəlif tarixi mənbələrə əsaslanaraq bu tarixi təsirlərin oxşar və fərqli cəhətlərini müqayisə et. Mümkün beynəlxalq əməkdaşlıq modelini hazırlayırsan, yenilik var, bu genişləndirilmiş səviyyə. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini və əsas orqanlarını qeyd et, yadına salıb, xatırlayıb qeyd edəsən, xatırlama. Bu da olur A, B, C. Aşağıdakı hansından dərin bilik səviyyəsində bacarıq və anlayışlar, yəni 2-ci səviyyə. Musiqidə ritm və melodiya anlayışını müəyyən edin, onların fərqini bir cümlə ilə izah edin. Əlbəttə ki, anlama mərhələsi, bu da 2-ci səviyyədir. Əsaslandırın, 3-cü səviyyə. Verilmiş sənət nümunəsinin müxtəlif dövrlərindəki üslub dəyişiklərini araşdırın, plan tərtib edin, 3-cü səviyyə. Dizayn nümunəsini, estetik təsirini təhlil edin, onun mədəni mesajını qiymətləndirin, 4-cü səviyyə. Layihə hazırlayın, təqdim edin, bu da 4-cü səviyyə. Bilik bacarığı strateji düşünmə, yəni 3-cü səviyyə aid olanı tapmalıyıq. Alternativ qaçış növünü sadalayın, bu xatırlama 1-ci səviyyə. Basketbolda dribling ötürmə texnikalarını yerinə yetirin, düzgün icra qaydasını izah edin, 2-ci səviyyə. Əsaslandırın feili varsa 3-cü səviyyədir. Fiziki hərəkətlərin sağlamlığa qısa şəkildə izah et, nümunə göstər, 2-ci səviyyə. Verilmiş idman qaydalarını yadda saxlayıb düzgün şəkildə təkrar et, bu da aiddir 1-ci səviyyə. Daha sonra gəlin indi biz bunun Time Test Bankından izahına baxaq. Deyir cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Yəni mən burada doğrudan doğrunu, yanlışdan da yanlışı tapmalıyam.